Salam dostlar, mən Zahid. Bugün sizlərlə bərabər Uğur'un, yəni məhəllədəki dostumun yazdığı bir oyunu oynamağa çalışacağım. Yəni normalde oynayıram. Zakot yazıb ki, burada Zakot çəpçip deyir ki, Ago oyuna seri çəpçip nədir? Yəni çəpçipin də məncə də bilərsiniz, elə çəpçipliyi deyir. Nəysə, bundan da mən də həmin oyunu oynayıram. Ümumiyyətcə belə bir 6-7 aydır ki oynayıram. Belə mükəmməl oyundur. Ago Story 2 də yəni. Nəysə, elə başlayaq. Dostlar, elə bu oyunda belə ümumiyyətcə hansı ölkədən olacağımı deyirsinizsə, elə ona hələ ki baxacağam. Amma böyük ehtimal ya Türkiyə ya Azərbaycan elə. Çox qəşəng oyundur yəni. Həm bütün illər də var. 1400 mən modern dünyadan oynayacağım. O yeni Kaledoniya seçdi. Ya da yox, mən Yaponiya dövlətindən olum valla. Yəni bu dövlət ümumiyyətcə burada həm dostluq ümumiyyətcə. Mən bu səsini almayayım. Valla. Ümumiyyətcə burada yəni qardaş, indiki qardaş ölkə olanlar belə düşmən olur. İndikilərdə texnoloji puanlarım var. Yəni belə 30 falan 25 və 30 arası, 50 arası texnoloji puanları verir. Yaponiyada 8, dünya sıralamasında 8-ci yerdədir deyə atılır. Onda mən nüfus artımına, ekonomi büyüməyə də, vergi gəliri, buna da biraz cana, buna da qəşəng. Yo, hələ ki vergiləri azaldıram, mən malları biraz endirim. İttifak da qurmalıyam birinci. Ha, bundan ittifak ola bilirəm qəşəng. Güney Kore ilə də artıq ittifakım. Bundan sonraki hədəfim baxım ümumiyyətcə. Kuzey Kore ümumiyyətcə sevmirəm. Buna baxın, ayı da elə bir ayı. Kim Jong-un. Kim Jong elə bir ayıdır. Bundan görüm ittifak ola bilirəm ayı. Heç Monqolistanla ittifak olmayayım. Birdən ya Çin ya Rusiya zat hücum eləyəcək buna. Elə həmişə elə olur da. Hamısı yəni böyük ehtimal elə hücum eləyəcəklər. Sonra ya Güney Kore'də döyüşə qatılacaq, məcbur ya mən də Güney Kore işğal. Sonra Çin ya da Rusiya Güneyi işğal eləyəcək. Mən də tərəfində durmalı olacağam deyə ona görə Monqolistandan qəti halda ittifak. Yəni indi deyirsiniz, nə üçün Türkiyə və ya da Azərbaycanla ittifak olmur? Ola bilmirəm. Çünki yəni onlarla torpaq məcbur ya onlarla var həm belə mil böyüklüyündə, yəni ümumiyyətcə oyunun metri o mil böyüklüyü olur. Yəni o halda onlarla yaxın olmalıyıq. O olmadığı halda onlarla ittifak olanmaram. İndi bax, gördünüz də dostlar necə enlib. Amma deyəlim ki, bununla aramda deyəm, bununla 7-dir. Oy. Bax, gördünüz bundan biraz necə yaxındır. İndi görüm Qazaxstana baxım. Hə, Qazaxstanda da yavaş-yavaş belə enir də indi. Onda mən Tayvan ilə məcbur müttəfiq olmalıyam. Nəysə elə bir şeyə görə videoyu dayandırmalı oldum, amma həmən geri qayıtdım. Bu cıq-cıqlı bəbə dövlətlər də. Ən zəif orda hansıdır? Ha, Mako ən zəiflərdir. Belə dövlətləri mən təzəlikcə belə anladım. Hələ ki 15% daha inşallah hakaret eləməz, sonra onu mən məcbur vasal eləmir. Deyəlim ki, mən hakaret zad eləsələr və dostlar burada hakaret eləmək, yəni söymək də var burada. İndi məsələn ağlımdan Çin hakaret eləmək gəlir, amma bilirəm ki, hakaret eləsəm o da mənə hakaret eləyəcək falan, döyüş dava eləyəcək mənə. Oha, Rusiya ilə Çin arasında böyük ehtimal döyüş çıxacaq. Amma Çin o da döyüşdə mənə biraz üstünlük ekonomiyalarına baxım. Oha, Çin fərq atacaq buna böyük ehtimal. Ya bunları mən ticarət tələb eləyim. Görüm birdən arada bir qəbul eləyirlər bu ticarətləri. Ki Çinə deyim ki, qoy Rusiyaya hücumsun. Oy be, Allah. İstəsəydim məsələn heç bunlar dava eləməzlər. Dostlar, görək döyüşə baxım qal. Oha. Rusiya işğal eləyir ki də. Çin geri dönüşüm eləyir. Falan. Vay, Rusiya bitir ki Çin'i.
Çin'i bitir. Oha. Çin hele biraz bu taraftan biraz üstün idi. Üstünlüğü itirdi. Yenə üstün həlak olur. Bu taraftan Rusya aha paytaxtına girdilər. Aha enflasiyonaydı. Nəysə onda mən yatırım yox. Araşdırmayı falan artırım. Aha bunlar da bir-birlərinə hakaret ediblər. Kuzey Kore hakaret eləyə Bangladeşi necə tapıb? Bizimki aha 36 qəşəng bundan. Bu nədir? İttifaq niyə olamıram? 15% olmalıydı normalda. Ay yox. Aha. Hay ikinci ittifaq biraz. Ayda oyun zor moddadır. Məcbur deyəsən burada bir dənə ittifaq ala bilirik. Yox o boyda da olmayacaq amma dəqiq bilmirəm. Aha 11 dənə texnologiya puanım 1-2 belə davamını artırım. Araşdırmaya verməyim məncə buna. Qoy 50 olsun elə. Böyük ehtimal qəbul eləyəcək ittifaq təklifimi. Hələ ki onda araşdırma falan davam eləyirəm. O 52-yə qalxıb elə. Aha indi fərq atmışam bunlara. Hə bunlar ya döyüşdədir. Görüm 37.000 Çinin. Aha Rusiya böyük azca fərqlə üstündür Çindən. Çinin düşmənlərinə baxım. Hindistanla nəcəb dostlar. Həmişə Hindistanla, həmişə Çin bu döydü. Elə bir Rusiya ilə dava eləyəndə udurdu Rusiya. Onun səbəbi də oydu ki, belə Çinlə Hindistan həmişə belə cumurdu ya da şeyin üstünə. Pakistan. Arkadaşlar ittifak oldum. İndi də cəmaatı bitməyə vaxtıdır. Yox, hələ bitməyim hələ ki cəmaatı. Onda da araşdırma yatırımlarını azaldım biraz. İndi buralarda çiftliklər falan dikimdir elə. Çiftliklərimi biraz artırım. Hələ sonra liman falan da tikəcəm. Bu adayı da elə çiftliklərlə doldurum. Atölye falan. Burada bir tane burayı liman tikim. Ha bak liman buraya. Bir de bu. Bir de bura. Bu tarafa da liman lazımdı. Bir de buraya elə. Bence. Başkentinde liman var. Liman. Hani buralarda elə çiftliklər var idi elə full. İndi atölyelər falan ekonomiyamı qalxsın. Neyse bu kadar da bəsdir. Orduyu 21 eləyim birazcana. Görüm ha 7000 ordu basa bildik elə. Bir 5000 də falan bir 20.000 hələ ki orada basım. Ha anca. Oha mənfiyə girdim amma düzələcək. Şimdi bura 6000. Burada 6000 elə burada nə qədər qaldı elə. İndi dostlar anladınız mı, anlamadınız mı da onu bilmirəm. Şeyə cumacağıq. Kuzey Kore'yə. Aha hələ mənə də bu mənə hakaret elədi də indi. Hakaret eləyib bir şey mən də bilməmişəm. Mən də bir dənə qoy bunu. Qoy o bizə cumsun. Yoxsa bax şey azma neydi onun adı? Şey artır ümumiyyətcə burada bütün ölkələr hücum eləyəndə güclü ölkələr ümumiyyətcə güclü zəif olmayıb bütün dünya hücum eləyəcək. Qoy mən bunu çoxlu hakaretlər eləyim. Qoy o bizə cumsun. Cum da bizə xahiş edirəm. Cum. Ticarət tələb edib hilə qrup vaxt istəmirəm. Ümumiyyətcə istəyirəm ki o mənə cumsun. Mən sonra aha xəstəlik, veba xəstəliyi yayılıb. Getdi biri.
da getdi. 2 tura bitdi. Nədir? Sayın Helen'la Akessus adalar dalaşırlar bir-birlərini. Zəif dövlətlərlə. Aha, qonşuymuşlar, hə. Biz su hövzəsinin içindədirlər, deyil, ümumi su ərazisinin içindədirlər. Qoy mən bu Azərbaycanın deyim, ilişkilərimi də artırım elə yetimlə. Yetimlə biraz ilişkilərimi aldım. Yetim neydi? Hə, qoy Ermənistan birdən bitsin. Peysər ermənilər qoy birdən bitsin. Aha, Qazaxıstan məndən dost olmaq istəyir. Bunu mən də qəbul edeyim. Bu cuman pox oxşamır. Aha, Tayvan üstəgəl 3 yaxşı ilişkisi. Oy, Əfqanistanla bu niyə mən savaş elan eləyiblər? Oy, bulyət. Kuzey Kore'nin buratlardır yalnızı. Hala bu da hücum elədi bizə. Səni göllə qoyuram. Mən onda barışası deyiləm. O üçün də mən vasal eləməsəm. Gəl bura. Qoy mən buradakı ordularımı keçirdim. Allah haqqı qaşındılar da bu. Mən normalda birazdan səbirli olsaydılar günahsız olacaqdılar, amma səbir olmadılar. Görərdilər indi o ikisi də. Aha, Tayvan'da qəşəng gec olsa da ordu gətirdi. Yox, gec deyəndə gətirdi, amma nəysə də. Qəşəng onda biz eləyək. Dəqiq, mən onda belə eləyim. Qoy full torpaqlar gəlsin belə. Normalda mən Güney Kore'nin torpaqlarını əlindən almıram. Belə bir bağ kimi bir şeydir də. Normalda belə hamısını Kore Cumhuriyyəti. Nəysə elə Kore Cumhuriyyətini yaratdıq. Mən bunun adını Güneyi silim onda. Güney Kore'yi mən silim. Kore Cumhuriyyəti. Əfqanistanla da Hayır, bu da Əfqanistanda şeydir. Mən indi Əfqanistan işğal etsəm, bu da mənlə təzdən. Bu da mənə düşmən olacaq. Mən bir də kim idi savaş elan deyən? Sən bu boyunla mənə necə savaş elan eləyirsən? Bu da Əfqanistan. Bu nədir? Bu da Monqollar. Əfqanlar nə qədər görürlər? Əfqanlar kim dost kimi görür? Əfqan bir dənə Sudanı dost kimi görür. Sudan baxın. Sudan amma Əfqanlar yox, Yunanistan dost görür. Yunanlara baxın. Yunan heç Sudanı yox, İtaliya ilə Ukraynayı. İndi Romaniya ilə dalaşırlar. Romaniya minəcək bunu böyük ehtimal. Nəysə, onda qoy Yunanlar, erməniləri elə Azərbaycana, yəni özümü verdim. Türkiyədə onda Yunanlara verək. Ayda. İndi mən 2 saat buradan ətrafı ordu bastım. İndi onda mən burada 2 saat buralarda ordu basmayayım. Yəni nəysə boş-boşdan danışmayayım. O boyuna mən onlar görünənlə vasal eləyəməyim. Vasal gör necə eləyəcəm onları mən. Ordu da bassa bilmirlər. Orduları da yoxdur. Mən bir dəqiqə onları... Nəysə. Boş-boşdan danışmayayım mən də. Amma gör onlar nə günə qoyuram mən. Aha, Tayvan'dan Güney Kore köməyə gəldi elə. Biraz da elə ordu basıb indi gör nə qarram. Nəysə, sağ dostlar, elə yeməyəm gələcək görüşərik. Elə kanala abunə olmağı və like atmağı unutmayın. Bir də Uğur Pesi. Sən gör, nəysə, yorum yazdığın üçün çox sağ ol. Nəysə, Uğur Pesi. Nəysə, sağ olun dostlar.